tütün və tütün məmulatı haqqında qanunda dəyişiklik edilməsi təklif olunub. Bu məsələ Milli Məclisin aqrar siyasət, iqtisadi siyasət, sənaye və sahibkarlıq, əmək və sosial siyasət komitələrinin bilgə iclasında müzakirə olunan tütün və tütün məmulatı haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur. Qızdırılan tütün məmulatı, tütündən və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Elektron siqaret, qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar bir dəfəlik kartriclərlə təkrar doldurula biləcək.